son 4 ildə, 5 ildə sırf bu işlə məşğul olurum. Son 4 ildə keçirilən bütün sərgilərdə öz kitablarımı sərgiləyirəm. Valideynlərlə görüşürəm, bütün sərgilərdə, seminarlarda valideynlərlə görüşürəm, ünsiyyətdə oluram. Son vaxt gəldiyim qənaət oldu ki, valideynlərin, xüsusilə yeni ailə qurmağa hazırlaşan gənclərin uşaq tərbiyəsi ilə bağlı kitablara nəsə bir problem var. Yəni, oxuya bilmirlər, yaxınlaşa bilmirlər və bunu nəzərə alaraq psixoloji araşdırmalar əsasında 5 kitab yazdım. Yəni, valideynlərə psixoloji dəstək məqsədi ilə 5 kitab yazdım. Yəni, bugün bu qənaətdəyəm ki, yeni ailə qurmağa hazırlaşan gənclərə, ümumiyyətlə valideynlərə bu uşaq tərbiyəsi ilə bağlı kitablara bir məcburiyyət olmalı. Nə mənada məcburiyyət olmalıdır? Orta məktəblərin son siniflərində, universitetlərdə, kolleclərdə, akademiyalarda, yəni uşaq tərbiyəsi, ailə münasibətləri ilə bağlı bir kurslar alınır. Hətta biraz irəli gedib deyə bilərəm ki, evlənməmişdən qabaq tibbi yoxlamadan keçirlər. Evlənməmişdən qabaq bir kurslar açılsın ki, valideyn olmağa hazırlaşan, ailə qurmağa hazırlaşan gənclərimiz bu kurslarda ailə münasibətləri, uşaq-valideyn münasibətləri ilə bağlı müəyyən bir təsəvvürləri olsun, bilikləri olsun. Xüsusən indiki dövrdə, yəni elmi-texniki tərəqqinin bu qədər təbliğ etdiyi, reklamın bu qədər güclü olduğu, yəni çətin də dövr deyərəm bu dövrə, yəni bu məsələyə çox diqqətlə yanaşmaq lazımdır. Çünki irəliyə doğru mənim araşdırmalarım, qənaətim, müşahidələrim bu əsasa verir ki, yəni bu çox lazımdır. Erkən yaşda yəni, ailə qurmağa hazırlaşan gənclərimizə ailə münasibətləri ilə bağlı, uşaq tərbiyəsi ilə bağlı məcburi bir kurslar keçirilməsi məqsəd olur. Bunu mən Türkiyədə görüşdüyüm psixologlardan, bura gələn psixologlarda da umumi rəy fikri, həmrəylik oldu. Onlar da bu fikrə razılar ki, belə bir məcburiyyət olmalı, belə bir kurslar olmalı. Diqqətinizə görə təşəkkür edirəm.